Salam əziz izləyicilər. Belə bir sualın həllinə baxaq. DYS düzbucaqlı üçbucaq ABCD kvadrat 2, 4 verilib uzunluqlar SY və YD. F-də kvadratın tərəfinin orta nöqtəsi FY-ni soruşur. Bu 2 və 4-dən kvadratın tərəfini tapa bilərik. Demək, bir kateti 2, digər kateti 4 olanda hipotenuz, yəni CD bərabər olur kiçik tərəfin kök 5 qatına. 2 kök 5. Və ya da Pifaqordan da tapa bilərsiniz. CD-miz oldu 2 kök 5. Kvadratın tərəfi 2 kök 5-dirsə, onda adi də 2 kök 5-dir və onun orta F nöqtəsi bölür 2 yerə kök 5 bu şəkildə. F və S-ni birləşdirək. Yenə burada 1 bölü 2 nisbəti var. Kök 5, 2 kök 5. Onda kök 5-i kök 5-ə vuraq və ya da Pifaqordan buranı 5 tapaq. Fikir versəniz, DSY üçbucağının da katetləri 1 bölü 2 nisbətindədir. F, DS'nin də katetləri 1 bölü 2 nisbətindədir. Demək, bu üçbucaqlar oxşardır. Məsələn, biz burada bu D-yə bir alfa desək, S-yə də bir beta desək, alfa plus beta 90 olur. Daha sonra nə edirik? Burada alfanın qabağında kiçik katet dayanıb, oxşar üçbucaqlarda bucaqlar eyni olur axı. Demək ki, bu üçbucaqda da kiçik katetin, yəni kök 5-in qarşısında alfa dayanacaq. Burada alfa yaza bilərik, FCD bucağına. İndi fikir versəniz, alfa ilə betanın cəmi 90-dır DYS-dən. Burada da alfa beta var. Demək ki, burada 90 dərəcə olacaq. Baxın, bu hissədə 90 dərəcə olur. Çünki alfa beta yazmışıq bura. Alfa bura beta. Demək ki, burada 90 dərəcədir. Demək ki, FCY düzbucaqlı üçbucaq imiş. Oradan da x-i soruşur, yəni F-ni. Onu da Pifaqordan tapaq. X bərabərdir. Kök altında 5-in kvadratı üstə gəl 2-nin kvadratı. Buradan da tapırıq. Kök altda 29. Yorumlarda başqa həll üsullarını da yaza bilərsiniz. Gözləyirik.